Salam əziz şagirdlər, xoş gördük sizləri kanalımda. Bugün sizlərlə İzə Nəşriyyatı 3-cü sinif riyaziyyat kitabından 3 rəqəmli ədədlərin çıxılması, onluğun ayrılması mövzusunu izah edəcəyəm və yeni testlər işləyəcək. Əvvəl baxaq qaydamıza. 3 rəqəmli ədədlərin fərqini taparkən, bəzən azalanın təklikləri çıxılanın təkliklərindən kiçik ola bilir. Bu halda azalanın onluqlarından bir onluq ayırıb təkliklərinə əlavə edilir. Məsələn, 232 çıxılır 114. 2 təklikdən 4 təklik çıxmaq olmur. Bunun üçün onluqlar mərtəbəsindən bir onluq ayırıb təkliklərin üzərinə əlavə olunur və alınan 12 təklikdən 4 təklik çıxılır. Daha sonra ardıcıllıq olaraq onluqlar mərtəbəsində qalan 2 onluqdan bir onluq çıxılır və yüzlüklər mərtəbəsindəki 2 yüzlükdən bir yüzlük çıxılır. 232-dən 114 çıxırıq, cavab neçə olur? 118 olur. İndi isə baxağın çalışma 1-ə. Cədvəlləri doldurun. 458 çıxılır 358. Nə edə bilərik? 5-dən 8 çıxa bilmirik. 15-dən 8 çıxsaq 7. 8-dən 1-in verdik. 7-dən 5 çıxsaq 2. 4-dən də 3 çıxsaq 1. 127. 485 çıxılır 267. Cavabımız olur 218. 358 çıxaq 129. Cavabımız olur 229. 267 çıxılır 129. Cavabımız olur 138. İndi isə baxağın bu hissəsinə. Baxağın dostlar. 344 çıxılır 125. 4-dən 5 çıxmaq olmur. 14-dən 5 çıxsaq 9. 3-dən 2 çıxsaq 1. 3-dən 1 çıxsaq 2. 219. 344 çıxılır 126. Cavabımız olur 218. 125 çıxırıq 117. Cavabımız olur 8. 126 çıxırıq 117. Cavabımız olur 9. İndi isə baxağın çalışma 2-yə uşaqlar. 692 çıxılır 367. 2-dən 7 çıxmaq olmur. 12-dən 9-dan 1-in veririk. 12-dən 7 çıxsaq 5. 8-dən 6 çıxsaq 2, 6-dan da 3 çıxsaq 3, 325. 593-dən 257 çıxırıq. 13-dən 7 çıxırıq, 6 qalır. 8-dən 5 çıxırıq, 3 qalır. 5-dən də 2 çıxırıq, 3 qalır. 336. 465-dən çıxırıq 129. 15-dən 9 çıxırıq, 6 qalır. 5-dən 2 çıxırıq, 3 qalır. 4-dən 1 çıxırıq, 3 qalır. 336. Bu qayda ilə davam edir. İndi isə baxırıq çalışma 3-ə. Çıxma əməllərini həll edin. Baxın dostlar çalışma 3-ə. 346 çıxılır 129. Neçə eləyər? 217. 217-dən də 109 çıxmalıyıq. 7-dən 9 çıxılmır. 17-dən 9 çıxsaq neçə qalır? 8 qalır. Burada neçə oldu? 0 qaldı. 0-dan da 0 çıxırıq. Qalır yerində. 2-dən də 1 çıxırıq. 1. Cavab neçə oldu? 108. İndi baxağın 463-dən 218 çıxırıq. Cavab olur 245. 245-dən də 126 çıxırıq. 5-dən 6 çıxmaq olmur. 15-dən 6 çıxırıq. 9 qalır. 3-dən 2 çıxırıq. 1 qalır. 2-dən də 1 çıxırıq. 1. Cavabımız olur 119. İndi isə keçirik testlərimizə. Artıq test 11-dəyik. Baxağın misallarımıza. Bizdən nə soruşur? 3 yüzlük, 5 onluq, 6 təklikdən 1 yüzlük, 2 onluq, 8 təklik qədər kiçik olan ədəd hansıdır? Nə edirik? 3 yüzlük, 5 onluq, 6 təklik. 1 yüzlük, 2 onluq, 8 təklik. Çıxırıq. Cavab neçə olar? 228. Hansı bənd uyğun gəlir? A bəndimiz uyğun gəlir. Keçirik. İkinci testimizə baxağın uşaqlar. Mağazada 680 kiloqram un vardı. Birinci gün bunun 126 kiloqramı, sonraki gün isə 138 kiloqram un satıldı. Mağazada neçə kiloqram un qaldı? Əvvəl nə edirik? 126 toplayırıq 138-nə. 6-ın üstünə 8 gəlsə 14, 4 yazırıq. 1 yadda, 2-nin üstünə 3, 5, 1 də 6, 1-in üstünə 1, 2, 264. Sonra nə edirik? 680-dən 264-ü çıxırıq. Cavabımız neçə olur? 416. Cavabımız olur D bəndi. Keçirik 3-cü sualımıza. Baxağın uşaqlar. 3-cü sualımıza onluq mərtəbəsi 6 olan ən böyük
3 rəqəmli cüt ədəddən 309 vahid kiçik olan. Onluq mərtəbəsi 6. 6 yazırıq. Ən böyük deyirsə 999 olur. Ancaq ki bizdən nə soruşur? Cüt ədəd deyir, onluq mərtəbəsi də 6-dır. Biz nə götürə bilərik? 968 götürə bilərik. Nə deyir? 309 çıxırıq. Cavab neçə qalar? 8-dən 9 çıxa bilmirik, bir yadda veririk. 18-dən 9 çıxsaq 9 qalır, 5 gəlir yerinə. 9-dan da 3 çıxsaq 6 qalır. 659 cavabımız olur C bəndi. Keçirik 4-cü sualımıza. Baxaq uşaqlar 4-cü sualımıza. Konsertə ilk gün 453 tamaşaçı, sonraki gün isə bundan 115 nəfər az tamaşaçı gəldi. İkinci gün konsertə neçə tamaşaçı gəldi? Nə edirik? 453-dən 115 çıxırıq. 453-dən 115 çıxırıq. Cavab neçə qalar? 338. Cavabımız olur A bəndi. Keçirik 5-ci sualımıza. Baxaq uşaqlar. Modellə verilmiş çıxma əməlinin nəticəsini yüzlüklərə qədər yuvarlaqlaşdırsaq hansı ədəd alınır? Əvvəl baxaq modelimizə. 452 çıxaq 235. Cavab neçə olar? 217. Bizə nə deyir? Yüzlüklərə qədər. Təklik, onluq, yüzlüklərə qədər yuvarlaqlaşdıraq neçə olar? 200. Cavabımız olur C bəndi. Keçirik 6-cı sualımıza. Baxaq uşaqlar 6-cı sualımıza. Elman və Mehmanın birlikdə 843 qəpik pulu vardı. Bu pulun 417 qəpiyi Elmanındır. Mehmanın nə qədər pulu var? 843 çıxaq 417. Neçə eləyər? 13-dən 7 çıxsaq 6 qalar, 3-dən 1 çıxsaq 2 qalar, 8-dən 4 çıxsaq 4 qalar. 426. Cavabımız oldu A bəndi. 426. İndi də baxırıq 7-ci sualımıza. Baxaq uşaqlar. B çıxaq A ifadəsinin qiymətini tapın. İndi baxaq 346-dan çıxırıq 119. Neçə qalar? 227 qalar. 637-dən də 368 çıxsaq 269 qalar. İndi bizdən nə soruşur? B-dən A-nı çıxırıq. 269-dan 227 çıxırıq. Cavabımız neçə olar? 42. Cavabımız olur B bəndi 42. Baxırıq 8-ci sualımıza. Nazlı 360 səhifəlik kitabın 179 səhifəsini oxuyub. O daha neçə səhifə oxusa kitabı bitirər. 360-dan 179 çıxmalıyıq uşaqlar. O da neçə eləyir? Cavabımız olur 181 D bəndi. Keçirik 9-cu sualımıza. Baxağın verilmiş çıxma əməllərinin cavabları ilə uyğunlaşdırın. İndi biz çıxma əməllərinin cavablarını tapmalıyıq. 334-dən 214 çıxırıq. 216 çıxırıq. Neçə qalar? 118. Bu gəlir bura. Sonra nə deyir? 750-dən 215 çıxırıq. 535. Bu da burayla kəsişir. 491-dən 205 çıxırıq. 284 eləyir. Cavabımız hansı uyğun gəlir? D bəndimiz uyğun gəlir. Keçirik 10-cu sualımıza. Baxaq uşaqlar. Hansı fərqi onluqlara qədər yuvarlaqlaşdırsaq 230 alınar? İndi nə edirik? Fərqlərimizi tapırıq. 463-dən 325 çıxsaq neçə qalar? 130. Yazırıq 130. 436-dan 117 çıxsaq 317. 573-dən 429 çıxsaq 144. 463-dən 234 çıxsaq neçə qalır? 229. 229-u da neçə onluqlara qədər deyirsə, neçə olar? 230 olar. Demək, hansı cavabımız uyğundur? D bəndimiz uyğun gəlir. Baxırıq 11-ci sualımıza. M və N ədədlərinin müqayisəsi hansı bənddə düzgün verilibdir? Baxaq uşaqlar, 996-dan 118 çıxmalıyıq. Cavabımız neçə olar? 878. 878-dən də 116 çıxırıq. Cavabımız neçə olar? 8-dən 6 çıxsaq 2, 7-dən 1 çıxsaq 6, 8-dən də 1 çıxsaq 7. 762. Hansı bəndimiz uyğun gəlir? 878, 762 A bəndimiz uyğun gəlir. Keçirik 12-ci, sonuncu sualımıza. Baxaq uşaqlar, yuxarıda verilmiş çıxma əməllərində
Fərqində yüzlüklər mərtəbəsinin 3 vahid artırıb təkliklər mərtəbəsinin 5 vahid azaltsaq nəticəsi hansı ədəd alınır? Əvvəl nə edirik? 853-dən 317 çıxırıq. Cavabımız neçə olar? 3-dən 7 çıxmaq olmur. 13-dən 7 çıxsaq 6. 4-dən də 1-in çıxırıq. 3. 8-dən də 3 çıxırıq. 5 qalır. 536. İndi 562-dən də 335 çıxırıq. 2-dən 5 çıxmaq olmur. 12-dən 5 çıxsaq 7. 6-dır. 1-in vermişik 5 qalıb. 5-dən 3 çıxırıq. 2. 5-dən də 3 çıxırıq. Yenə 2. 227. İndi nə edirik? Bu qaydanı yerinə yetirdik. 536 çıxaq 227. 6-dan 7 çıxmaq olmur. 1-in veririk. 16-dan 7 çıxırıq. 9. 2-dən 2 çıxırıq. 0. 5-dən 2 çıxırıq. 3. 309. Bizdən nə soruşur? İndi baxırıq. 309-dur. Deyir ki, yüzlüklər mərtəbəsini 3 vahid artırsaq. Bu nədir? 3-dür. 3-ü 3 vahid artırsaq neçə olur? 6 olur. Təkliklər mərtəbəsini 5 vahid azaldırıq. 9-u 5 vahid azaldırıq. 4 olur. Onluq da gəlir yerinə. Onluqla işimiz yoxdur. Neçə oldu? 604. Cavabımız olur C bəndi. Əziz dostlar, bugünlük bu qədər. Növbəti videolarda görüşərik. Sağ olun.